Mənim bir gün ərzində çatdırdığım işləri bilən hər kəs mənə deyir ki, sanki sənin bir günün 72 saatdan ibarətdir, necə çatdırırsan bu qədərini? Bəli, mən gün ərzində həddən artıq çox işlər görürəm və buna rəğmən mən gündə 10 saat yatmağı da unutmuram, masaja getməyi, istirahətimə vaxt ayırmağı, idmanımı etməyi, bunların heç birindən də vaz keçmirəm. Baxlısı budur ki, kim nə vaxt soruşursa, çox zamanda evdəyəm mən. Bəs necə çatdırıram bütün bunları? Bunun iki sirri var əslində. Ən birincisi, mən icazə vermirəm ki, duyğularım və neqativ proqramlarım mənim enerjimi alsın. Ona görə mən davamlı öz enerjim üzərində işləyirəm, öz psixoloji durumum üzərində işləyirəm ki, mən enerji bombasına çevrilim. Çünki insana lazım olan şey daha çox vaxt deyil, daha çox resursdur. İkinci əsas məsələ isə mən super produktiv insan olmağa çalışmıram heç zaman. Qızıl formulam var hər zaman, hansı işlər ki mənə qazanc verir, amma özüm o işləri görərkən enerjim tükənir, vaxtım gedir. O işlər üçün komanda formalaşdırıram və komandamla mən əl birliyi ilə çox işlər bacara bilirik gün ərzində, hansı işləri ki mən tək olsaydım, əlbəttə ki bacara bilməzdim. İnsanlar çox zaman komanda qurmaqdan və özünə kömək edən dəstəkçi bir sistemi olmasından qorxur. Nəyə görə? Çünki çox primitiv səbəblərdən ailəsində bunu görmür və yaxud da komandası olsa onun maaşlarını necə ödəyə bilər və s. deyə narahat olur. Bütün resursu buna gedir, bütün resursunu gündəlik özü etməsə də olar kateqoriyasına aid olan məsələlərə xərcləyir bütün resursunu və əlbəttə ki, həyatını heç də rəngarəng yaşaya bilmir, vaxtını, aylarını, günlərini boşuna xərcləməyə davam edir. Buna görə də mən istəyirəm ki, bugün sənə tamamilə ödənişsiz bir texnika hədiyyə edim. Hansı texnika ilə ki, artıq sənin enerjini alan məsələləri işləyə bilərsən.